بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و الصلاة و السلام علی سیدنا و نبینا حبیبنا و حبیب قلوبنا و طبیب نفوسنا ابی القاسم محمد علی محمد آل محمد صلی الله علیه و علی اهل بیته الطیبین الطاهرین المعصومین المکرمین سیما بقیت الله فی الارضین ارواحنا له الفدا. اعوذ بالله من الشیطان الرجیم. رب اشرح لی صدری و یسر لی امری واحلل عقدة من لسانی یفقهوا قولی. اللهم انطقنی بالهدی و الهمنی التقوی. Mah Ramazanın 30-cu günüdür ki, neçə dəqiqə qalır əzan vaxtına. Allaha çox şükr edirik. Minlər şükr edirik, milyonlar şükr edirik Allahın dərgahına ki, bizə tövfiq verdi, əlimizdən tutdu, eləyə bildik. Bu mübarək ayın afiyətlə, sıhhətlə oruç tutaq. Allah inşallah hamı oruç tutanlardan, hamı oruçları, hamı ibadətləri, hamı duaları ki, bu ayda aləmin hər yerində əmələ gəldi, olundu, Allah hamısını qəbul eləsin. Bizim də dualarımızı, oruçlarımızı fəzl-ü kərəmi ilə inşallah qəbul eləsin. Mühüm və əhəmiyyətli zatlardan ki, bais olar insanın günaha düşmağından qəflətdir. Qafil olmaq. Qafil olmaq adamı biçarə elər. Adam qahi Allah'ı yada salmaqdan qafil olur. Allah'ın nəzarətindən, elmindən, görmağından qafil olur. Qahi insan özündən qafil olur. Bu ki özündən müğayit olur, ondan qafil olur. Bunlar şeytani və nəfsi adama müsəllət elər. Bir qəflət də var ki, o qəflət də çox adamı biçarə elər. O da ölümdən qafil olmaqdır. Ölümdən qafil olmaq demək olar o qəflətlərin böyüyündəndir. O zatlardandır ki, şeytani, nəfsi bizə müsəllət elər. Biz günaha düşərik. Amma əgər ölümdən qafil olmasaq, ölümü özümüzə yaxın bilsək və buna təvəccühümüz olar ki, biz də şayət çoxlar təkin heç Allah eləməmiş, heç sabahı dərk eləməyək. Bütün dünyaların dəyişənlər elə bizim təkin xiyal elirmişlər ki, hələ vardılar. Hələ vardılar. Amma ölüm birdən çatıb da onun həyatın başa çatdırıb, qurtarıb. Dəftəri də bükülübdür. Adam olduğunun, ömrünün qədrin bilə Əmir əl-Möminindəndir ki, buyurur: La qiymətə li bəqiyyəti umril mər'i. İnsanın o ömrünün
qalanının qiyməti yoxdur. Adam buna təvəccüh eləyər ki, mənim ölümüm ki bəlli deyir. Şayad sabah çatar, şayad 1 saat sonra çatar, şayad 5 ay sonra çatar. Heç bəlli deyir. Xüsusən indi ölümlər elə yaxınlaşıb. Görürsən 40 yaşında cavandı səhd edir. Qabaqcan belə deyərdik. Yəni bu çoxlu bu xəstəliklər zatlar indi görürsən çox az sinnilərdə insanın ələyağını tutur, bağlayır. Adam çox xəstəliklərə düşür ki, qabaqcan bu xəstəliklər məmulən qocalıq xəstəlikləri idi. Yəni məğzi səkdə, qəlbi səkdə, filan xəstəlik. Binabərin ömrü özümüzü bunu təvəccüh eləyək ki, Allah heç kəsə kağız verməyib ki, sən 80 il yaşayacaqsan, 70 il, 60 il yaşayacaqsan. Necə ki, çoxları da bu ömürlərdən azda dünyaların dəyişirlər, aləmləri əvəz olur. Nəhcül Bəlağədə var ki, Kânə əmirəl-müminin, Kânə kəthirən yunadi behi əshabəhu. Yəni bu cümlələr ki, istəyir oxuyaq, əmirəl-müminin çox gecələr işa namazın qılandan sonra o məsciddə olanlara belə buyurarmış. Təcəhhəzu rahiməkumullah. Təcəhhəzu. Allah sizə rəhmət eləsin, amadələşin. Tuşə götürün. Ölümə amadə olun. Adam əgər ölümə imanı qeyb, baxmır, ölüm müjdəçi də onda heç şəkki yoxdur da. Hamımız öləcəyik. Hamımız öləcəyik. Bunda heç şəkki şübhə yoxdur. Aləmdə o biriminci şəkkisizlərdən ölümdür. Və özü də ölümümüzün də vaxtını bilmirik. Şayad bir ləhsə elə, heç haftaya başım ömrümüz çatmaya, heç 24 saata çatmaya. Bunlara mümin olan ölümə amadləşirlər. Amadə olar ölümə, tuşə götürər. Bu uzun səfərə tuşə götürər. Əmirəl-müminin buyurarmış ki, təcəhhəzu rəhiməkumullah. Amadələşin, amadə olun. Səfər tuşəsini götürün. Allah sizə rəhmət eləsin. Fəqəd nudiyə fikum birrəhil. O müsafirətə ki gedərdilər, xüsusən qədimlər, gedəndə karvanla gedərdilər. Bir iddiayı qışardılar, ba həm səfərə gedərdilər. O karvan başı, o karvanın müdürü səhər saat 1-dən deyərdi ki, səhər saat məsələn namazdan sonra deyər, yallah buyurun, hərəkət verərdi. Nidayı, nə deyərlər, səslənərdilər çöşmağa. Əmirəl-müminin buyurur ki, fəqəd nudiyə fikum birrəhil. Nida verilib sizin içinizdə çöşmaqlığa. Nida verilib, çöşmaq başlayıb. Dünən atamız getdi, bugün qonşumuz gedir, sabah o birisi dostumuz gedir. Elə bunlar nidadır da, səslənir, elə bir bizə mələklər səslənir, siz növbət sizin daha. Yallah, amadə olun. Fəqəd nudiyə fikum birrəhil və əqillul urcətə ələt dünya. Dünyada dayanmağı çox görməyin. Ürəyiz dünya çox bağlı olmasın. Bu dünyaya bağlanmaqlığınızı azaldın. Və əqillul urcətə ələt dünya. Və nqəlibu bisalih ma bihəzrətikum minəzzad. Və qeydin Allaha tərəf. Qeydin Allaha tərəf. O gözəl zad و توشه ilə, gözəl zad و توشه ilə ki,
o zada tuşə sizin ixtiyarınızdadır. Hərənin bir zad ixtiyarındadır da. Şayad bir dənə məsələn, o ki çox servəti yoxdur, bir dənə çoxlu məsələn sədəqə verməklə, ehsan verməklə zada tuşə götürənməyə. Amma elə o az malla da sədəqə versə, onun zada tuşəsi odur. Elə bu oruçlar ki tutdu zada tuşədir. Bu Qur'anlar ki oxuduq zada tuşədir. Birinə bir köməklik edirik, zada tuşədir. Birini bir zətdə sual verir, onu düz cavabını tapsan, ona deysən, bu elə zada tuşədir. Hər yaxçı əməl ki adamın əlindən gələ, o qiyamətinə zada tuşədir, xəşliğidir. فَإِنَّ أَمَامَكُمْ عَقَبَةً كَعُودًا وَمَنَازِلَ مَخُوفَةً مَحُولَةً. Əmirəl-möminin buyursun qabağınızda, عَقَبَةً كَعُودًا, nahamvar, çətin gərdənələr var. Gərdənə yolu ki çox çətindir onun getməyi. Ona deyərlər, hala bizim də gərdənə deyərlər. Sizin qabağınızda çətin yollar var. Qorxulu və havlulu mənzillər var. Ölüm ləhzəsi özü çətin bir ləhzədir. Adamın aləmi dəyişilir. Adam bütün hamıdan qət olurdu. Ata, ana, oğlad, xanım, ər, dost. Əsə aləm, varın yoxun, hər zadın adam da qoyur, üzülür da buradan. Elə bir adamı məsələn götürüblər bir zadla bütün ülqələrin qət elirlər. Əgər adamın dünyaya əlaqəsi çox olsa, bu ülqələrin qəti adama çox əzab olar. Amma adamın dünyaya eşqi, vabəstəliği çox olmasa, dünya məhəbbəti qəlbində çox olmasa, onda can vermək adama çox çətin olmaz. Bu cəhətdən, şayad ayrı cəhətlərdən çətin olar. Bu cəhətdən bir mənzil can vermək ləhzəsidir. Allah hamımızın dadımıza çatsın. Allah əhl-i beyti bizim dadımıza çatdırsın. Bir mənzil adamı müntəqil elərlər, bala. Götürərlər də götürün, biraz da qalsa buran xərab olar. Apararlar, adamı yuvarlar, qəbrə qoyarlar. Bir mənzil bərzəxə valid olmaqdır. Sualə nəkirin və münkər. İmam Səccad duaya Əbu Həmzədə buyurur, ağlıram can vermağıma. İmam Səccad buyurur, ağlıram qəbrimin qaranlığına. Ağlıram o yatan yerimə ki, salih əməlinə oranı yatmağıma amadə eləməmişəm. Ağlıram nəkir-u münkərim məndən sual vermağına. Seyyid-ü Sacidin buyurur, Zeynul Abidin buyurur, Zəhra balası, Peyğəmbər balası, Əli balası bunları buyurur. Bunda biz gərək nə kül tökək başımız. Qorxmayaq. فَإِنَّ أَمَامَكُمْ عَقَبَةً كَعُودًا وَمَنَازِلَ مَخُوفَةً مَحُولَةً. Əli deyir o qorxmayan Əli. Müharibələrdən qorxmayan Əli, düşməndən qorxmayan Əli, dünya problemləri Əlinin gözünə gəlməyən Əli. O Əli deyir, qabaqda bir qorxulu mənzillər var, havlulu mənzillər var. Labuddə minəl vurudu əleyha. Öz xoşumuza dəyir. Aparacaqla. Öz xoşumuza dəyir. Labuddə minəl vurudu əleyha vəl-vüquf indəha. O mənzillərdə bizi dayandıracaqla, saxlayacaqla. Quranın bəzi ayələrində var, qiyamətin günü 50.000 il bu dünyanın, bu aləmin günlərindəndir. 50.000 il.
Adam orada problemli olar, günah əhli olar, çətin, nə qəd fişar çəkəcəkdir, nəuzu billah. Allaha pənah. Və aləmu ənnə mənahizəl məniyyəti nəhvəkum daniyə. Burada Əmirəl-Möminin ölümü təşbih edir bir həyatlı mövcuda. Buyurur ki, ölüm gözlərin sizə tikibdir. Özün gözlərin sizə tikib, hara gedirsən dalıncandır. Bir ləhzə ölümün gözündən kənar olanmasan. Və ələmu ənnə mənahizəl məniyyəti nəhvəkum daniyə və kəənnəkum biməxalibəhə. Siz elə bir ölümün çəngindəsiz. Ölümün çəngindəsiz. Və qəd nəşibət fikum. Və qəd nəşibə fikum. Hətta çəngəllərin sizin bədəninizdə salıbdır, varid eləyibdir. Nəşibə fikum. Fəqəttəu əlaiqət dünya. Dünya ülqələrin, dünya məhəbbətlərin qət eləyin. وَاسْتَظْهَرُوا بِزَادِ التَّقْوَى. Tuşə təqvası ilə köməkləşin özünüzə, yəni tuşə təqvası sizə kömək olsun. Təqva tuşəsi götürün. Əmirəl-Möminin Siffeyn cəngindən qeydirdi, Kufaya yetişdi, Kufənin eşiyində Kufənin qəbristanı idi. Bir zat yadınıza salın, himmətimiz bu olsun. Dünyaların, dəyişənlərin qəbirlərinin üstünə çox gedək, tez gedək. Şəhidlərimizin dəfnilərinin yerinə tez gedək, onları yaddan çıxatmayaq. Şühədanın bizim boynumuzda haqqları var. O qabaqçı möminlərin, ata-analarımızın boynunda, bizim boynumuzda haqqları var. Gedək onların qəbirlərinin üstünə, şühədanın ziyarətinə gedək. Və ora getməklə bir səbəb ki, ölümü yada salar, qəbr üstə getməkdir. Adam bilər ki, axı yerim buradır ha, axı yerim buradır. Dünə oxudum, İmam-ı Səccaddan, İmam-ı Musa ibn Cəfər əleyhissalamdandır. Həzrət bir soğuşurdu, gördü bir nəfəri dəfn elirlər. Belə cümlə, ali cümlə buyurdu. Həzrət buyurdu ki, İnnə şeyən həzə axiruhu ləhəqiqun ən yuzhədə fi əvvəli. Dünyayı ki, axiri budur, gətirib bizi bir qarış yerə qoyacaqlar. Qəbir üstünə gəlinə bir baxın bu qəbirlərə, baxın, yox, baxaq. Bir dənə belə qəbridir. Qahi görürsən ölündən də biraz kök olanda fişarla, yaxçı rahat olmur. Elə topraq ağzının içindədir, gözünün içindədir, başının üstündədir, yatdığı yerdə topraqdır, dafəş yoxdur, döşək yoxdur. Oranın fərşi döşəyi salih əməldir, oruçdur, namazdır, təqvadır, hicabdır, düzlükdir, helal haram bilməkdir, məhrəm naməhrəm bilməkdir. Oranın yatağı odur. Həzrət buyurdu, dünyayı ki axiri budur, nə yaxçıdır ki, elə əvvəldən adam bu dünyaya ürək bağlamaya. Və axirəti ki, taza əvvəl mənzili buradır. Axirəti ki, başlanmağı budur, elə o da çox səzavardır ki, adamı bu axirətin axirindən çox qorxa. Taza əvvəli budur. Əmirəl-Möminin vaxtı cəngi Siffeyndən qeydirdi, o qəbristana çatdı, o qəbr əhlilə bir danışıq eləyib orada, Nəhcü Bəlağədə bu var. Buyurur ki, fəəşrəfə aləl qubur be zahiril kufrə, Kufə belə buyurdu, ya əhlə diyaril vəhşə, ey vəhşət diyarının əhli, qorxulu, təvəhhüş vəhşət, qorxulu diyarın əhli, vəl məhəlləl müğfirə,
ey bir kəslərin yeri, bir kəslik yeri, adamsızlıq yeri. Vel quburel muzlimə, ey qaranlıq qəbirlərin əhli, ya əhlət turbə, topraq əhli. Elə altımız topraq, üstümüz topraq, hər yer topraq. Ya əhlət turbə, ya əhləl qurbə, ey qurbət əhli, ya əhləl vəhdə, ey təhliq, əhli vəhdə, təhliq, ya əhləl vəhşə, vəhşət əhli. Qəbristana gedəndə baxın, qəbrlə qəbrin bir bu qədər fasiləsi var. Əmirəl-möminin Nəhcü Bəlağədə bir ayrı xutbədə var ki, bunların balışları topraqdır, daşdır. Yaxını həmsayadılar, ana həmsayanın həmsayadan heç xəbəri yoxdur. Heç ünsi yoxdur. Aləm, bu dünyanın, bu aləmin qonşuluğu deyir. Entum lena furut, siz bizdən, entum leha feratun sabiq, siz bizdən qabağa düşdünüz, bizdən qabaq dünyası dəyişdiniz və nəhnu lakum təbəun lahiq, biz də sizin dalınızdan gəlirik. Amma dur, fəqət sökünət. Evlərinizdə də ayrılar gəldilər, otdular. Əmvalınız təqsim oldu. Əmvalınız təqsim oldu. Və ailəz ayrıları ilə ailə qurdu. Bu aləmin xəbəri ki, bizim yanımızda olan xəbər budur sizə deyirik. Sonra qəbristan əhlindən sorur ki, fəma xəbəru ma indəkum, sizin yanınızda olan xəbər nədir? Burada nə xəbər? Burada nə xəbər? Bu aləmdə nə xəbər? Sümməltəfətə ilə əshabə. Sonra Həzrət üz sördü o yanındakı əshaba, buyurdu ki, fəqalə əmalu udnə ləhum fil kəlam, əgər bunlara icazə verəydilər, danışaydilər, lə əxbərukum, o vaxt sizə xəbər verərdilər, belə deyərdilər, ənnə xeyrəzzad ət-təqva, yaxşı tuşə təqva tuşəsidir. İstisiz bura gələsiz, təqva tuşəsin, özünüzlə götürün. Təqva qazanın. Təqva qazanmağın da yeri bu aləmdə ha. İman qazanmaq, təqva qazanmağın yeri bu aləmdir. Var ki, Qur'anın müxtəlif ayələrində var. Allah'a deyərlər ki, öləndən sonra ya qiyamət ərsəsində Xudaya bizi qeydək məsələn mömin olaq, yaxşı əməllər eləyək. Deyəməcər imkanı var. İman qazanmaq, təqva qazanmağın yeri o aləmidir. Da bu aləmdən iman gətirmək olmaz, təqva gətirmək olmaz. Aləm dəyişilibdir, nəşə dəyişilibdir. 20-ci xutbədə Əmirəl-möminin bir qismətində belə buyurur. Fəinnəkum lo ayentum. Əcibdirlər bunlar. Mütəəssifana. Hala siz ərz eləməm, bizim başımızda kül olub, Nəhcül Bəlağədən, Qur'andan uzağıq. Həm Qur'an bizim əlimizdən şikayət eləyəcək qiyamət günü, həm əhl-i beyt. Əmirəl-mömin Nəhcül Bəlağə, Qur'an, səhifə-i səccadiyyə. فَإِنَّكُمْ لَوْ آيَنْتُمْ مَا قَدْ آيَنَ مَنْ مَاتَ مِنْكُمْ لَجَزِئْتُمْ وَوَحِلْتُمْ. O zatlar ki, sizin ölənləriz görüb, siz onları görsəydiniz, cəza-fəza eləyərdiniz. Və səmi'tum, ölənlər görənləri siz dirilər görsərdiniz, Əmirəl-möminin buyurur, cəza-fəza eləyərdiniz. Qorxardınız da onda Allah sözlərinə, əhl-i beyt sözlərinə, Qur'an sözlərinə qulaq asıb və itaat elərdiniz. Və lakin məhcubun ənkum. Amma o aləmə gedənlər, o zatları ki görüb, feylən biz görənmirik. Biz bu aləmdəyik. Məhcubun ənkum ma qəd ayənu və qaribun
ما یطرح الحجاب. Amma ən qərib bu hicablar tək-təkimizin gözümüzün qabağından götürüləcək, görəcəyik. Pərverdigara, necə ki bəzi qardaşlarımız tazalıqda, mahumbarışda aləmlərini dəyişdilər də. Elə hicab onun gözünün qabağından götürür, gördü. Sabah bir gündən bəndə, o birisi getməliyik. Bu yol getməli yoldur. Qalmalı deyirik. Çə behtər ki, amadə olaq, amadəliqlə gedək. Amandır qardaşlar, Ramazan ayı çıxır, Ramazanlıqdan çıxmayın. Ramazani olmaqdan fasilə aşmayın. Elə Ramazanda necə yaşırdıq? Namazı əvvəl vaxt, Qur'an, pahlıq, günahdan uzaq olmaq, halal haram bilmək, vacib bilmək. Ramazan ayı çıxandan sonra gəlin Ramazani yaşayaq. Əmirəl-möminini yaşayaq. Qur'ani yaşayaq. Bu əndazə əraizim bəsdir. Hamımızdan iltimas o da və hamımızı Allaha tapşırırıq. Əssalamu aleykum və rəhmətullah və bərəkatuh.